Səhifə 8-də deyir ki, burada baxın, yada salma var. Yada salın. Nəyə yada salaq? Ədəd oxundu ədədlər sıfırdan başlayaraq ardıcıl olaraq bərabər aralıqda düzülür. Yəqin ki, bunu aşağı siniflərdə yadınızda saxlamısınız. Ədədlər sağa doğru artır, sola doğru isə azalır. Bu istiqamətdə gedəndə artacaq, sola doğru gedəndə azalacaq. Yəni, bir ədəddən başlayaraq müəyyən ədəd qədər irəli və ya geri sayma ritmik saymadır. Burada var, məsələn, 5-dən başlayaraq 3-3 sayıblar, 45-dən başlayaraq geri 5-5, 45, 40. Burada 6-dan başlamaqla irəli 10-10 saymanı göstərib, 6-dan başlayaraq 16, 26, 74-dən başlayaraq geri 10-10. Yəni, 10 çıxaraq yazıblar. 74 çıxılsın 10, 64, 64 çıxılsın 10, 54. Sonra burada nə deyilir? 2 rəqəmli ədədin sağdan birinci rəqəmi təhliklərin, məsələn, 59 ədədində baxın, birinci rəqəm təhliklərin. İkinci rəqəm isə onluqların sayını göstərir. Bu şəkildə də göstərə bilirlər. Görürsünüz, 3 cürə formada, daha doğrusu 4 cürə formada göstərilir. Hələ aşağısında da var. Görürsünüz, bir neçə fərqli formada 2 rəqəmli ədədi burada sizin üçün onluqları və təhlikləri ayıraraq göstəriblər. İndi gəlin, baxaq. Birinci tapşırıqda deyir ki, ritmik sayılmaqla əşyaların sayını tapın. Ritmik saymaqla necə ritmik saya bilərik uşaqlar? Baxın, 2-2, 2, 4, 6, 8, 10, 12, yəni belə. 2, 4, 6, 8, 10, sonra 12, 1, 2, 3, 4, 5, 6, 14, 14, sonra 16, 18, yəni bu formada davam eləyəcək. 20, 22, 24, 2 artır. 26 və 28. Həqiqətən də 14 dənədir mi? Baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 1, 12, 13, 14. Bəli, 28. Burada nədir? Şarların sayı. Baxın. Birində görürsünüz 5 dənə şar var birincidə. Bax, birində 5 dənə şar var. Eləmi? İkincidə yenə 5 dənə şar var. Üçüncüdə deməli bu 5-5 artır. 5, 10, 15, buna baxanda 20, digəri 25, digəri 30, digəri 35, 40, 45, 50, 55, 60, 65. Bu da 13 dənə şar olmalıdır. Görək sayı, yəni 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. Bəli, düzdür, 65. 5-dən 65-ə qədər. Mən sayıram ki, yəni səhv yazmayasınız. Düz olsun sayılar. Belə. Deməli, yumurtaların sayı. Baxaq görək, bir kasetdə neçə yumurta var? 1, 2, 3, 4, 5, 5 və burada da 5, 10 dənə. 10, bu 10 artır. 20, 30, 40, 50 və 60. 60. Bu da bu formada yazılır. 10, 20, 30, 40, 50, 60. İkinci tapşırıqda deyir, ədədləri tapın. 65-dən sonraki ilk 5 ədədi. A-da 65-dən sonra ilk 5 ədəd 66, 67, 68, 69, 5-ci olur 70. Söhbət 70-dən gedir. B-də 53-dən əvvəlki ilk 4 ədəd. 52, 51, 50 və 49. Burada cavab 49-dur. C-də 48-dən sonra ilk 3 ədəd. 49, 50, 51. Cavab 51-dir. D-də 32-dən əvvəlki 6 ədəd. 6 ədəd. 31, 30, 29, 28, 27.
5 dənə oldu deyəsən. Hə, birini də yazaq. 5 dənə oldu 26. Burada da cavab 26-dır. Ədəd oxu üzərində nöqtələrə uyğun ədədləri müəyyən edin. Gəlin baxaq. Görək ümumiyyətlə aradakı nöqtə sayı nə qədərdir? 0-dan 10-a kimi baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bəli, 10 bölgüdədir. Bu ortada olan 5'dir. 5'ten sonra bura 6'dır. 11, 12, 13. 20'den sonra sayanda bu 25'ti. Ortalar 5'lerdi. 25, 26. Burada 35. Burada 45, 46, 47, 48. 51, 52, 53. 61, 62, 63. 75, 76, 77, 78. 85, 86. 91, 92, 93, 94. Eləmi? Bu da olsun 94 uşaqlar. Deməli, bu qədər. İndi keçək 4-ə baxaq. Verilmiş ədədlərdən ədəd oxu üzərində hərflərə uyğun olanları tapın. Baxaq. Məsələn, bölgüyə baxaq. 1, 2, 3, 4, 5. Hə, 41 onda 41, 42, 43, 44, 45'dir. Onda bura 42'dir. Bura 44. 42 və 44 var. Bir də 46, 47, 48. Burada isə 48'dir. Sonra B'yə baxaq. B'də görək nələrdə? 50'dən sonra 5 bölgüdür. 51, 52, 53. Burada 53'dür. Burada 53 yazaq. Deməli, burada 55, 56, 57. 57. Burada 61, 62, 63. 66, 67 və burada 76, 77, 78, 81, 82 və 91, 92. Buradayı bölgüyə baxaq. 92, 96, 97, 98. Hə, belə. 5'də nə deyir? Onluq və təhliklərin sayını müəyyən edin, kubların sayını dəftərinizdə yazın. Baxın, 4 dənə onluq var. 4, neçə dənə təhlik var? Burada 4 dənə onluq, 5 dənə təhlik. Söhbət 45 ədədindən gedir. Sonra burada neçə dənə onluq var? 5 dənə. Neçə dənə təhlik var? 1, 2, 3, 4, 5, 6, 7. Eləmi? 7 dənə. Deməli, 57'dir burada ədədimiz. Burada 3 dənə onluq var, 0 təhlik. Burada isə ədədimiz 30'dur. Onluq və təhliklərə ayrılmış ədədləri dəftərdə rəqəmlərlə yazın. Rəqəmlərlə baxın. Burada 8 onluq 2 təhlik 82. 7 onluq 0 təhlik 70. 70. Sonra 4 onluq 4 təhlik 44. 8 onluq 9 təhlik 89. Ədədləri onluq 7'də görək nə deyir? Ədədləri deyir onluq və təhliklərə ayırın. Nə formada ayıraq, nədən istifadə edək verilməyib. Ona görə biz özümüz bildiyimiz kimi yazaq. Yəni bayaqlarımı sizə göstərdim. Burada bir neçə üsul var idi. Baxın, görürsünüz, yadınıza düşdü. Bu üsulların hansını istədiyin demir. Biz elə burada, onda elə 6'da üsulla istifadə edək. Məsələn, 24'ü yaza bilərik. 2 onluq, 4 təhlik. Eləmi? 6'da üsulla yazsaq. 36'nı yaza bilərik. 3 onluq, 6 təhlik. 27'ni yaza bilərik. 2 onluq, 7 təhlik. Sonra 89'u yaza bilərik. 8 onluq, 9 təhlik. Eləmi? Sonra 56'nı yaza bilərik. 56'nı yaza bilərik. 5 onluq, 6 təhlik. Eləmi? Burada sonra davam edirik. Deməli,
Pozaq bunları. Davam edək. 56-da qaldıq uşaqlar. İndi digərlərində sizin üçün yazacağam. Deməli, baxırıq. Hə, 56-nı yazdıq. Baxaq 71-ə. 71-i yaza bilərik. 7 onluq, 1 təhlik. Eləmi? Sonra 50-ni yaza bilərik. 5 onluq. 5 onluqda yazıb saxlaya bilərik. 0 təhlik də istəsəz sonuna yaza bilərsiniz. 62-ni yaza bilərik. 6 onluq, 2 təhlik. 99-u yaza bilərik. 9 onluq, 9 təhlik. 72-ni yaza bilərik. 7 onluq, 2 təhlik. 42-ni yaza bilərik. 4 onluq, 2 təhlik. 30-u yaza bilərik. 3 onluq. 0 təhlik yaza da bilərsiniz, yazmaya da. 33-ü yaza bilərik. 3 onluq, 3 təhlik. Yəni bu formada yaza bilərsiniz dəftərinizdə. Yəni bu da bu qədər. İndi keçək, növbəti 2 məsələ qaldı bu səhifədə. Görək burada bizdən nə istəyir. Buradakı məsələlərdə deyilir. 8-də Samir fikrində 2 rəqəmli ədəd tutdu. Bizə məlum deyil hansı ədəddir. Bu ədədə 5 təhlik var. Onluqların sayı təhliklərin sayından bir vahid çoxdur. 5-in üzərinə 1 gələndə 6. Deməli, 6 onluq var uşaqlar 8-də. 6 onluq, 5 təhlik var. Bu hansı ədəddir? 65. Bu oldu 8-in həlli. İndi baxırıq 9-a. Lalə fikrində 2 rəqəmli ədəd tutdu. Bu ədədin rəqəmlərinin cəmi 4-ə bərabərdir. Bu hansı ədədlər ola bilər? Gəlin baxaq. Rəqəmləri cəmi 4-ə bərabər olan hansı ədədlər ola bilər? Məsələn, 4 0 fikirləşə bilər 40. Eləmi? 4 ilə 0-ın cəmi 2 rəqəmli ədəd deyirsə, bəli 4-dür. 1 ilə 3 ola bilər. 3 ilə 1 ola bilər. 2 ilə 2 ola bilər. 2 ilə 2-in də cəmi 4 eləyir. 4 dənə ədəd ola bilər.